Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himnimiz səsləndirilib. Çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev bildirib ki, Prezident Ali Başkomandan İlham Əliyevin müvafiq sərəncamına əsasən aprel ayından etibarən çağırış kampaniyasına başlanılıb. O qeyd edib ki, Azərbaycan ordusunun vətən müharibəsində qazandığı şanlı qələbə və sonraki uğurlar gənclər üçün böyük örnəkdir və hər bir çağırışçı bu ənənəni davam etdirməlidir. Daha sonra çıxış edən səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti Aparatının idarə rəisi Polkovnik Leytenant Füzuli İsmailov gənclərin hərbi xidmətə hazırlığının və vətənpərvərlik ruhunun gücləndirilməsinin vacibliyini vurğulayıb. Digər çıxış edənlər çağırışçılara xeyir dua verərək onların vətənə layiqincə xidmət edəcəklərinə inandığını bildiriblər. Çağırışçılar adından çıxış edən gənc Yasin Sadiqov isə söz verib ki, Azərbaycan əskəri adına layiq olacaq, vətənin göz bəbəyi kimi qoruyacaq və göstərilən etimadı doğrulacaqlar. Tədbirdə Əli Haqqibin qoşunun xüsusi təyinatlarının nümunəvi çıxışı da nümayiş olunub və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Sonda çağırışçılar üç rəngli bayrağımızı öpərək hərbi xidmətə yollanıblar. Bu gün burada təkcə yola salınan gənclər deyil, bir ananın ürəyi, bir evin oğlu yola düşür. Hər addımda qürur, hər addımda ürəkdə gizlədilən bir həyəcan var. Çünki bu yol təkcə xidmət yolu deyil, bu yol məsuliyyət yoldur. Bundan sonra onlar təkcə ailələrin deyil, bütöv bir ölkənin güvəninə çevriləcəklər. Atabəy Səyyad, Rəşad Hüseynov, NTV Xəbər.